Qoç bürcü 20 sentyabr 2025-ci il. Bugün dözümlülük və özünü nəzarətdə saxlamaq tələb olunacaq. Xüsusilə istəklərinə tez çatmağı və əvvəllər başqalarına çıxılmaz vəziyyətdə qoyan sualları asanlıqla həll etməyə alışmış qoçlar üçün də gün gərgin keçə bilər. Hətta ən sadə işlər belə adətənkindən daha çox vaxt apara bilər və bu çox vaxt texniki problemlər ya da sizdən asılı olmayan səbəblərlə bağlı olacaq. Xüsusilə sənədlərlə bağlı olan və ya dövlət qurumlarına üz tutan qoçlar səbirli olmalıdırlar. Yaxınlarınızın dəstəyi sizin üçün xüsusilə vacib olacaq. Onlar təcrübələrini bölüşəcək, sizə məsləhətlər verəcək, maraqlı fikirlər aşılayacaqlar. Yeni tanışlardan da kömək istəyə bilərsiniz. Amma belə hallarda əvvəlcədən onların qarşılığında nə istəyə biləcəklərini düşünmək yaxşı olar. Buğa bürcü 20 sentyabr 2025-ci il. Əgər buğalar diqqətlərini işə yönləndirsə, əla nəticələr əldə edəcəklər. Daha təcrübəli həmkarları belə çıxılmaz vəziyyətə salan məsələlərin öhdəsindən siz heyrətamiz dərəcədə tez gələcəksiniz. Əgər vəziyyəti öz baxış bucağınızdan dəyərləndirib hərəkət etsəniz, işgüzar münasibətlər xüsusilə xoş və səmərəli olacaq. Müxtəlif insanlarla asanlıqla dil tapa biləcəyinizi və onların sizə qulaq asmağa hazır olduqlarını görəcəksiniz. Axşam saatları romantik münasibətlər baxımından xüsusilə əlverişli olacaq. Qarşılıqlı inam və emosional yaxınlıq mühiti hər görüşü xüsus edəcək. Əkizlər bürcü 20 sentyabr 2025-ci il. Ən yaxşısı günə ciddi və əhval-ruhiyyə ilə başlamaqdır. Dəqiq planlaşdırma və tapşırıqların sistemli şəkildə yerinə yetirilməsi əvvəlcə çətin görünən problemlərin öhdəsindən gəlməyə kömək edəcək. Xüsusilə israr və əzmkarlıq vacibdir. Çünki bütün problemləri ilk cəhdə həll etmək mümkün olmayacaq. Unutmayın ki, bütün çətinliklərin öhdəsindən tək başına gəlmək lazım deyil. Təcrübəli həmkarlar, ağıllı dostlar və ya ailə üzvləri vəziyyətə yeni baxış gətirə və ağlınıza gəlməyən həll yollarını təklif edə bilərlər. Maliyyə ilə bağlı məsləhətlər faydalı olacaq. Onlara əməl etsəniz, əsəbi itkilərdən qaçmış olarsınız. Xərçəng bürcü 20 sentyabr 2025-ci il. Əgər son vaxtlar həllini gözləyən bir çox probleminiz yığılıbsa, bugün sizi sevindirəcək. Çünki hamısının öhdəsindən gələcəksiniz. Üstəlik vacib bir məqsədə çatmaq və ya uzun müddətdir cəsarət etmədiyiniz bir addımı atmaq imkanı yaranacaq. Beləliklə, böyük uğurlara hazır olun və kiçik qələbələrlə kifayətlənməyin. Gün yeni işlərə başlamaq üçün xüsusilə əlverişlidir. Uzun müddət sadəcə təsəvvürünüzdə olan ideyalar nəhayət ki, reallaşa bilər. Ancaq görüləcək işin miqyasını real qiymətləndirmək vacibdir. Ən əlverişli şəraitdə belə yeni işlər istənilən nəticəni əldə etmək üçün əhəmiyyətli səylər, vaxt və resurslar tələb edəcək. Şir bürcü 20 sentyabr 2025-ci il. Gün əlverişli keçəcək, amma onun təqdim etdiyi imkanlardan tam istifadə edə bilmək üçün hər addımınızı yaxşı düşünməlisiniz. Emosiyaların təsiri altında və ya başqalarının təzyiqi ilə verilən tələsik qərarlar bütün səyləri puç edə və uzun müddətli problemlərə səbəb ola bilər. Əvvəlcədən planlaşdırılmamış böyük alış-veriş və müqavilələrin bağlanması arzu olunmazdır. Kredit müqavilələrin bağlanmasını isə bütün detallar sakit şəkildə araşdırılıb mütəxəssislərlə məsləhətləşə biləcəyiniz vaxta qədər təxirə salmaq olar. Qız bürcü 20 sentyabr 2025-ci il. Bugün çoxlu sınaqlardan keçməli olacaqsınız. Ona görə də dözümlülük və psixoloji sabitlik mütləq lazım olacaq. Amma yüksək stres şəraitində ləyaqətinizi və daxili tarazlığınızı qoruya bilsəniz, günün necə keçəcəyindən razı qalacaqsınız. Ətrafdakılarla münasibətlər hər zaman asan olmayacaq. Həmkarlar və yaxınlarınız sizin daha tənqidi, tələb və müxtəlif məsələlərin müzakirəsində daha az çevik olduğunuzu hiss edə bilərlər. Lakin bu tendensiya yalnız günün əvvəlində güclü olacaq. Axşama doğru ünsiyyət daha asanlaşacaq və ümumilikdə özünüzü daha yaxşı hiss edəcəksiniz. Tərəzi bürcü 20 sentyabr 2025-ci il. Ulduzların sizə hər sahədə dəstək verdiyi bu gündə ən vacib işlərlə və perspektivli layihələrlə məşğul olun. Belə uğurlu günü xırda tapşırıqlara, başqalarının xahişlərini yerinə yetirməyə və ya mənasız söhbətlərə sərf etmək təəssüf doğuracaq. Bəzi tərəzilər eyni anda bir neçə işlə məşğul olmalı olacaqlar. Amma bu şəraitdə belə düşüncə aydınlığını, bir tapşırığın dəqiq yerinə yetirilməsini qoruyacaqlar. Başladığınız bütün layihələri məntiqi sonluğa çatdıra biləcəksiniz. İstər işgüzar görüşlər, istər dost toplantıları, istərsə də ailə məclisləri. Bütün görüşlər istədiyiniz kimi keçəcək. Hətta ən çətin söhbət yoldaşları ilə belə ümumi dil tapacaqsınız. Əqrəb bürcü 20 sentyabr 2025-ci il. Müsbət meyllərin təsiri günün əvvəlində xüsusilə güclü olacaq. Ona görə də vacib işləri təxirə salmayın. Səhərlər həm enerjili, həm də son dərəcə diqqətli olacaqsınız. Bu isə başladığınız işləri tez və səhvsiz başa çatdırmağa imkan verəcək. Üstəlik ətrafdakılar sizə kömək etməyə hazır olacaqlar. Suallarınıza səbirlə cavab verəcəklər. Yaxınlarınızla ünsiyyət səbir tələb edəcək. Onlar sizə hər zaman düzgün başa düşməyəcəklər və gözləmədiyiniz söz və hərəkətlər edə bilərlər. Əsəblərinizə hakim olun. Əgər sakit şəkildə hər şeyi araşdırsanız, məlum ola bilər ki, ortada sadəcə anlaşılmazlıq var.
Oxatan bürcü 20 sentyabr 2025-ci il. Necə çox istəsəniz də tələsməyin. Bugün sizdən tamamilə başqa şey tələb edir. Müdriklik, uzaqgörənlik və işlərə məsuliyyətli yanaşma. Ən sadə qərarları belə tələsik qəbul etmək lazım deyil. Xüsusilə də kimsə sizi tələsdirməyə və ya öz fikrini sizə sıramağa çalışırsa. Strateji düşünə bilən oxatanlar təkcə axmaq səhvlərdən qaçmayacaq, həm də çoxdan qoyduqları məqsədlərə çatmağın yolunu tapacaqlar. Ətrafda baş verənlərə diqqətlə yanaşın. Hər bir halda, hətta təsadüfən eşitdiyiniz bir söhbət belə sizə maraqlı fikirlər verə və ya mühüm dəyişikliklərin başlanğıcı ola bilər. Oğlaq bürcü 20 sentyabr 2025-ci il. Bugün klassik bir piyesa bənzəyir. Gərgin başlanğıc və mürəkkəb inkişafdan sonra xoşbəxt sonluq gəlir. Səhər sürprizlərsiz keçməyəcək. Narahat edici hadisələr, məyus edici vəziyyətlər ola bilər. Üstəlik, ümumi atmosfer kifayət qədər gərgin olacaq. Bunu isə ən əsas oğlaqlar dərhal hiss edəcəklər. Əhvalın korlanmasına və qaranlıq fikirlərə qapılmağa imkan verməyin. Unutmayın ki, dəyişikliklər yaxındadır. Çox tezliklə həyatınızın yaxşılaşdığını hiss edəcəksiniz. Axşam şəxsi münasibətlər baxımından uğurlu olacaq. Hətta son vaxtlar bu münasibətlərdə gərginlik yaşanıbsa belə, harmoniyanı bərpa etmək üçün nə etmək lazım olduğunu anlayacaqsınız. Dolça bürcü 20 sentyabr 2025-ci il. Gün asan keçməsə də uğurlu olacaq. Amma hazır olun ki, adət etdiyiniz məqsədlərə çatma üsulları bu dəfə kifayət etməyəcək. Ona görə də tamamilə yeni yollar fikirləşməli olacaqsınız. Əgər xırda şeylərə görə əsəbləşməsəniz və başqalarının tənqidlərini ürəyinizə salmasanız, bu işin öhdəsindən yaxşı gələcəksiniz. Maliyyə ilə bağlı qərarlarda tələsməmək daha yaxşıdır. Adətən pul məsələlərinə məntiqli hərəkət etsəniz də, bugün ani bir impulsun təsiri ilə çox xərcləmə riskiniz var. Düşünülməmiş investisiyalar, təsadüfi böyük alış-verişlər və ya maliyyə vəsaitlərinin şübhəli insanlara etibar olunması ciddi itkilərə səbəb ola bilər. Balıqlar bürcü 20 sentyabr 2025-ci il. Bugün təkrarlanan, monoton və xüsusilə də yüksək diqqət tələb edən tapşırıqları yerinə yetirmək adətənkindən daha çətin olacaq. Yaxşı olar ki, yanınızda səhvləri vaxtında və nəzakətlə göstərib düzəldə biləcək biri olsun. Unutmayın, başladığınız hər işi təcili olmasa belə sona çatdırmaq daha yaxşıdır. Əks halda daha maraqlı işlərə fokuslamaq imkanı yarananda tez-tez yayınıb əsəbləşməyə başlayacaqsınız. Unutmayın ki, bugün intuisiyanız maliyyə məsələlərində sizi aldada bilər. Buna görə də maliyyə qərarlarını tək vermək arzu olunmazdır və yeni tanışların həyəcanla danışdığı macəralara qatılmaq heç bir halda düzgün olmaz. Ən yaxşısı etibarlı bir insanın məsləhətlərinə qulaq asmaqdır.